Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad ərazilərə böyük qayıdış davam edir. Bu dəfə Ağdam rayonunun Kəngərli kəndinə 40 ailə, yəni 154 nəfərdən ibarət növbəti köç karvanı yola salınıb. Köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, burada həyata keçirilən layihələrdə çalışan, həmçinin ayrı-ayrı hökumət qurumlarının yerli bölmələrində xidmət edən 43 mindən çox insan yaşayır. Bugün kəndimizə köçürükdən, yəni bugün köç günüdür. Bəli, bu günü biz neçə vaxtlardır, 2 illərdir gözləyirik, 32 ildir gözləyirik ki, havası torpağımıza qayıdacağıq. Şükür ki, qaydırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Yəni bu günlərin qazilərimizin, şəhidlərimizin, prezidentimizin adında əsasında biz bugün öz torpaqlarımıza yetişirik, gedirik. Ağdam çox gözəl bir şəhərdir. Ora getməyi çox arzulayıram. Nənə və babalarım mənə həmişə Ağdamın yaxşı şəhər olduğunu deyiblər. Orada təhsilimi Qarabağ Universitetində davam etdirmək istəyirəm.